Salam usta. Aleyküm salam. Bir daha sizi xoş gördük kitabxanamızda. Təşəkkür edirəm, sağ olun. Öncə birinci suala, əlavə suallara keçməzdən əvvəl bir sual istəyirəm sizə verəm. Hal-hazırda hansı işlə məşğulsuz? Günləriniz necə keçir? Sənətlə məşğul olursunuz? Yəni 65 yaşlı ustamız nə edir? Ömrünü nəyə sərf edir? Mən ritmli yaşamağı xoşlayan adamım. Yəni səhərdən axşama qədər demək olar ki, bir ritualım var, bir qayda var. Məsələn, mən adətən axşam saat 9-da yatıram. İndi çoxlarına təəccüblü gələr ki, 9-da adam yatar, amma mən 9-da yatıram axşam. Amma mənim çox adamlar 9-da yatır, bəzən 8-də də olur. Mən 9-da yatıram və saat 4-də də bu son 10 ildən bəridir belə davam edir. 4-də də oyanıram. Bilirsiniz, səhər çağı günün ən yaxşı vaxtıdır. Beynin açıq vaxtı olur. Həm səsdən qıydan, nəvələrin qıyından. Maşallah. O da var. Sonra yəni beyin sakit olur siz deyən kimi. Adamın ən enerjili vaxtı olur. Sonra o sabah ki var, o sabah bütün günün ən yaxşı çağıdır. Ən yaxşı çağıdır. Günəşin çıxan vaxtıdır. Nə bilim, yəni yeni bir həyatın doğduğu anlardır. O anlar. Ona görə də mən sabahı erkən oyanam. Yəni beləliklə gün başlayır. Səhər oyandım. Birinci yürüşə gedirəm mən. O bizim yanımızdakı o köhnə park var. Uşaqlıq dostunuz. Bəli, ora gedirəm. Orada bir səhərin o təmiz havasında orada gəzişirəm. Sonra günümün bir hissəsi oxumaq, kitab oxumaq mənim üçün bir ritmdir, həyat qaydasıdır. Davamlı olaraq mən hər gün ortalama 40-50 səhifə oxuyuram mütləq. Sonra bağçamız var. Bağçamızda müxtəlif göyərtilər, tərəvəzlər əkirəm. Onlarla məşğul olam. Çox mənim üçün biz bu səhər elə məsələn onların dibinin alağını təmizləmək, su vermək. Yəni belə işlər mənim üçün bir maraqlı bir sahədir, əyləncəli bir sahədir. Sonra yəni mən təkcə o deyil, arada bir pul qazanmaq üçün də görürsən fəaliyyət göstərirəm, nəsə eləyirəm. Videolarınızda görürəm. Sonra sağlamlığımla məsələn ciddi məşğul oluram. Demək olar ki, müxtəlif bitkilər, ondan sonra nə bilim məzunlar hazırlamaq, belə işlərlə. Bir də mənim günün ən mühüm məsələlərindən biri də mənim üçün dərslərdir. Mən dərs alıram. Yəni baxmayın 65 yaşım var. Mən hal-hazırda məsələn biologiya dərsi, kimya dərsi alıram. Yəni mənim üçün onlar çox maraqlıdır. Belə günlərim keçir gedir. Bu cür gün belə yaşayıram. Yəni ki, indiki yaşantım bundan ibarətdir. Təhsil ümumiyyətlə müəllim yaşa baxmır. Böyük Peyğəmbərimiz necə deyir? Beşikdən oxu, qəbir evinə kimi oxu. Bir də müəllim, belə bir İmam Əlinin belə bir kəlamı var, böyük əzəmətli kəlamı var. Bir ağıl Allahın bizə verdiyi bir əmanətdir. Biz niyə görə ondan düzgün istifadə edə bilmirik? Niyə görə biz ağıldan düzgün istifadə eləyə bilmirik? Ağlı bəzən adamların, insanların çoxsu çox bilmiş kimi bilirlər. Ağılla çox bilmişliyi səhv salırlar. Bəzən də onlarını təxir edirlər. Qoy Nizami sözü ilə mən deyim, ağıl necə bir şeydir. Böyük Nizami deyir ki, ağıl Məsihadır bil, ondan üz döndərməsən, eşşəksənmi palçığa eşşəyini sürəsən, ya get ağıl yoluyla çıraq tapıb işıqlan, ya da bir yolluq əl çəksən onun qapısından. Əgər yar olmasaydı, əqlin, idrakin sənə, səni kim qaldırardı insanlıq pilləsinə? Yəni, ağılsız insan insanlıq pilləsinə qalxa bilməz. Məsələ bundadır. Ağıl ümumiyyətlə nədir? Nə kimi bir şeydir? Ağıl qərar vermə imkanı yaradır. Ağıl düşünmə verir. Ağıl nəticə, səbəb-nəticə əlaqələrin qurmağa imkan verir. Yəni, ağıl elə bir şeydir ki, amma məsələ ondadır ki, o belə söz var, deyirlər, quyuya su tökməklə quyu sulu olmaz. Burada ki, bu el sözüdür, amma burada bir yanlış da var.
bir həqiqət də var. Yəni içində həm yanlış tutur, həm həqiqət. Mən onu bilirəm ki, yox, quyuya su tökməklə, yox, quyunu dərinləşdirməklə su qazmaq olar, çıxartmaq olar. Düzdür. Amma gərək zəhmət çəkəsən, o quyunu dərinləşdirərsən. Belə olarsa, oradan həmin o quyudan su çıxar. Bu mənada, yəni, ağıl da bir daxıldır. Ora gərək xəzinə kimi toplayasan bilikləri. Mənim bir elə yadıma düşdü, o evdə bir dəftərim var. O dəftərin adı bilik dağarcığıdır. Onu mən Adı özünüz qoymusunuz mənim. bilik dağarcığı. Elə üstündə belə yekə hərflərlə də yazmışam. O dəftəri mən təxminən 35-36 yaşlarımda başlamışam. Deməli, o vaxtdan bəri oxuduğum kitablardan rast gəldiyim ən o mənalı sözləri, dərin fikirləri, həyata nətər deyim, o yol göstərən, yol işarəsi olan fikirləri mən orada toplamışam. Bir-bir. O da deyim ki, mən kitabxanamda hardasa bir 70-ə qədər təkcə aforizmlər, ondan sonra filosofların deyimləri kimi şeylərin toplandığı kitablar var. Onların içərisindən, təsəvvür edin, 70 kitabın içərisindən mən hardasa bir 150, bəlkə də 250 söz toplamışam. Həmin o dağarcıqda. Onu mən nətər deyim, ona mən bir növ ağıl dağarcığı kimi baxmışam elə. Çünki onları təkrar-təkrar oxuduqca mən onlar elə bir ki, həyat qaydasına çevirmişəm özüm üçün. Bu kitablar elə bir bəşərin ağlının toplandığı kitablardır. Bəşər ağlı, mən deyərəm. Ona görə də mən doğrusunu deyim ki, o kitablardan çox oxuyurdum ki, yəni həyatı düzgün istiqamətdə yaşaya bilim, düzgün istiqamətdə qura bilim. Və mən belə hesab edirəm ki, həmin kitabların mənim həyatımda çox ciddi rolu oldu. Yəni istiqamətimi, yönümü müəyyən eləməkdə. İndi hər halda siz kitabdan bilirsiniz ki, mən çox çətinliklər görmüş bir adamam. Yəni amma o kitabların, o öyrəndiklərimin insanlardan eşitdiklərimi də yazırdım mən. Yəni təsadüfən əgər bir adam yanımda bir dərin bir söz deyirdisə, mən onu mütləq orada ya da evimizdə gəlib qələmlə qeyd edirdim ki, bu sözü eşitdim mən. Yəni bu cür də söz toplayırdım mən. Elə bir müəllim, onlara uyğun həmin o kamil insanların, arif insanların dediyi o sözlərə uyğun da insan həyatını formalaşdırır. Tamam. Amma çox adamlar müəllim o kitabı oxuyur, bəzən deyirlər ki, mən filan qədər kitab oxudum. Rəhmətli Hadşahinin bir kəlamı var, Allah ona qəni-qəni rəhmət eləsin. Deyir, çox kitab oxumaq lazım deyil. 2-3 kitab oxu dedi. Amma insan olmaq istəyirsənsə, o 2-3 kitabı oxu dedi, amma yaxşı kitablar, düzgün kitablar olsun. O kitab mövzusuna geçsək əgər, iş çox dərinləşər. Mən sadəcə bunu bilirəm ki, Məsələn, Tusini siz keçən çəkilişimizdə mən sizin kitabxananıza baxmışam, video kadrlarda. Böyük şəxsiyyətlərin kitabları var. Tusidir, Nəsrəddin Tusi. O mən kitabxanam seçmədim. Yəni orada çox zəngin. Çox zəngin kitablardır. 3 dildə kitab var orada. Rus dilində, yəni türk dilində, Azərbaycan dilində toplanan kitablardır. Hamısı da sayı seçmə kitablardır. Yəni kitab məndən soruşsalar ki, soruşurlar da hansı kitabı oxuyaq, mən onda demişəm ki, sizə lazım olan kitabı oxuyun. Hər kitabı yox. Sizə hansı kitab lazımdırsa, yəni nə mənada? Məsələn, sizin görəcəyiniz iş nədirsə, hansı istiqamətə yönəlmək istəyirsinizsə, həmin istiqaməti öyrənin. Məsələn, bir adam əgər kimyaçı olmaq istəyirsə, onun gecə-gündüz gedib tarix oxuması lazım deyil. Oxuması lazımdır, amma işinin əsas istiqaməti kimya üzərində olmalıdır. Yəni ona lazım olanı öyrənməlidir. Bir adam əgər pul qazanmaq, çörək qazanmaq, sənət öyrənmək istəyirsə, onda yenə də o işlərə dair sənət əsərlər, kitabları oxusun. Mən məsələn sənətdə çoxlarına təəccüblü gəlirdi o vaxt ki, bu şeyləri hardan öyrəndim, bu təzə taxtada yeniliklər. Mən o vaxt rus dilində kitab tapırdım, o dülgərlik sənətinə aid kitabları oxuyurdum. Orada, yəni səbəb o idi. Başqa harda anadan gəlmək kimdən öyrənir ki? Yəni bir şeyə nail olmaq istəyirsənsə, həmin istiqamətdə öyrənməlisən. Başqa yolu yoxdur. Havadan olmaz. Öz biliyi ilə, öz təcrübə ilə olmaz. Sən nə qədər öz təcrübə ilə iş görə bilərsən? Yəni hansı
nə qədər işi təcrübə eləyib, sonra həmin işi başqalarının təcrübəsindən öyrənməlisən. Belə olarsa sən onda tez yetişərsən istiqamətə. Buyurun. Niyyətin hara, mənzilin də ora deyirlər. Həqiqətənmi belədir? Yəni niyyət nə edir ki, mənzilində olur, qismətin, taleyin olur? Bu çox mühüm sualdır. Yəni elə belə sual deyil. Niyyət həqiqətən də çox böyük bir məsələdir. Bəzi adamların niyyəti baş tutur, bəzilərinki tutmur. O baş tutmayan adamlarda inamsızlıq yaranır ki, əşi yox, boş söhbətdir, ay, nə bilim, xəyal elədin, fikir elədin, nə elədin, olmadı. Olmur. Bəziləri belə düşünür, amma bəziləri də onu həyatında sınamış olur, görür ki, yox, olurmuş. Həqiqətən də mənzilin, niyyətin hara, mənzilin ora olurmuş. Mən bir dənə misal deyəcəm sizə. Bu Türkiyədə bir alimi beyin cərrahı var. Türkər Kılıç adlı bir beyin cərrahı var. 54-55 yaşı var. Özünün dediyinə görə 30 minə yaxın beyin cərrahı əməliyyatı aparıb. Ən xırda şeylərdə. Ondan soruşurlar ki, sən necə oldu ki, gəlib belə də bu sahəyə gəlib yetişdin, indi dünya miqyaslı alimlər sırasındadır. Yəni böyük elmi akademiyaların üzvüdür. Yəni elə belə sıradan adam deyil. Deyir ki, orta məktəbdə oxuyanda, 5-ci sinifdə oxuyanda ya 4-cü sinifdə müəllim dedi ki, siz hər öz bir orqan olacaqsınız. İnsanda biologiya dərsi keçirilir. Bizə dedi ki, hər öz bir orqan olun. Biri öz ağciyar, biri qaraciyar, biri mədə olsun, biri beyin olsun deyir. Mən dedim ki, müəllim, mən beyin olmaq istəyirəm. Dedi, ol, sən beyin ol. Gəldim atama dedim ki, belə oldu. Mənim müəllim dedi ki, hə, sən beyin ol. Mən beyin olmaq istəyirəm də o rolda, orqanizm rolunda. Dedi ki, onda sən getginən qəssabın yanına, ona deyək sənə bir quzu beyni versin, çıxarsın versin. Onu götür gəl. Getdim deyir, atamın sözünü ona dedim, tanıyırdım məydə, qonşumuzda deyir. O qəssab deyir, çıxartdı deyir, beyni deyir, qoydu bir kağızın arasına verdim mənə. Yolda deyir, belə baxa-baxa gəldim ki, bax, beyin budur, yəni bu düşünür bu. Yəni insanda olanda bu düşünə bilir. Yəni bu nətər bir şeydir. Buradan deyir, məndə deyir, o beyinə qarşı bir dərin bir şey yarandı, maraq yarandı. Yəni mən indi uzun-uzun həyatını danışmayayım. Onun sonuçda kim oldu? Böyük bir professordur. Yəni nəhəng bir adamdır da, o beyin sahəsində, beyin cərrahiyyəsində çox yeniliklər gətirmiş bir adamdır. Gördünüz, bax necə gəlir, hardan hara gəlir. Çünki niyyət olub orada. Amma məqsəd olub, niyyət olub. Bu niyyət necə gerçəkləşir məsələsidir burada indi. Bax, məsələ ondadır ki, hər bir niyyət, hər bir arzu dərin enerji tələb edir. Enerji tələb edir. Yəni, sən o arzuyu, istəyi yemləməlisən. Necə ki, bir toxumu əkib ona su verməlisən, kübrə verməlisən, eləcə də alağın otunu təmizləməlisən, eləcə də sən öz niyyəti yetişdirməlisən. Niyyət yetişdirilməlidir. Amma biraz bu toxum müqayisəsi ilə adam inana bilmir. De ki, yəni, yox, o başqa şeydir, bu başqa şey deyənlər var. Amma məsələ ondadır ki, burada nə yaranır? Bilirsiniz, niyyət nəyə bənzəyir? Niyyət qara dəliyə bənzəyir. O deyirlər, qara dəlik deyirlər, hər şey özünə çəkən. Əgər o niyyət güclüdürsə, onda ətrafında baş verən hadisələrin hamısını çəkir özünə. O elə bil, bax, belə təsəvvür edin ki, bir çuxur var, böyük çuxur var. Top düşüb çuxurun içərisinə. O çuxurun içində fırlanır belə, ən axırda kökəyinə düşür də, elə deyil. Məqsəddir də ora. Top gedib çuxura düşəcək. Deməli, həmin o, bax, ideyaya da, niyyət də elə bir çuxur yaradır. Amma ona çox enerji verəndə, onu gücləndirəndə o elə yaradır. Əlbəttə, burada yəni cazibə qüvvəsi yaratmalıdır. O niyyət cazibə qüvvəsi yaratmalıdır. İradənin hökmü var burada. İradəsiz olmaz. Sonra sənin niyyətin gerçəkliyə uyğun olmalıdır. Hardan gəldi, yox. Bəs niyə ümumiyyətlə bu bəzi niyyətlər gerçəkləşmir, həqiqətə dönmür? Ona görə ki, bir insanlar belə eləyirlər. Məsələn, 3 dənə fikir tutur beynində.
Bu olmasa bu olsun, bu olmasa bu olsun. Bu enerjisini parçalayır, dağıdır. Dağıdır. Dağıtdığına görə də artıq o hədəfi tuta bilmir. Həmin o çuxuru yarada bilmir. Ona görə də hər hansı bir ideya, hər Dağınıq hansı olur da, fikir dağınıq bəli, olur. fikir Dağınıq olur, enerji dağınıq. verə bilmirsən. Hər hansı bir ideyanın, niyyətin həyata keçməsi üçün o ideya davamlı olaraq becərilməlidir. Sözün əsl mənasında. O istiqamətdə gecə sonra burada nə baş verir bilirsiniz? O niyyət haçan gerçəyə dönür, həqiqətə dönür. O vaxt dönür ki, rezonans yaranır. Elmdə bir termin var belə, rezonans. Rezonans da elə həmin o çuxura düşmə kimi bir şeydir. Gərək istəklər, nə bilim, şərait, mühit, landşaf, çoxlu şeylər var ki, onlar hamısı üstə-üstə düşəndə bir şey reallaşır. Hətta qeyri-adi şeylər belə reallaşa bilir. İmam Əlinin belə bir kəlamı var. Deyir, niyyətin, insanın niyyəti pis olarsa, atdığı ox bir gün mütləq özünə qayıdar. Dini cəhətdən xüsusən onun dərin izahları var. Niyə geri qayıdır? Məsələn, bəddua. Bəddua eləyirsən birinə, amma haqsızsan. Haqqın yoxdur onu eləməyə. Haqsız yerə bəddua eləyirsən, deyir o bəddua deyir, qalxar səmalara, orada deyir o ünvanını tapa bilməz. Sən haqsız olduğuna görə həmin o bəddua insanın özünə qayıdır. Güclü insanların əsas xüsusiyyətləri nədir? O adamlar hansı vərdişlərə sahib olur? Bəlkə onları güclü edən genetik xüsusiyyətlərdir? Sizcə necədir müəllim? Güclü insanlar. Məsələn, mənə elə gəlir ki, yollarına davam edirlər. Heç nə olmayıbmış kimi. Ağrılarını gizlədirlər ən yaxınlarından belə. Kömək istəmirlər. Özləri o ağırlığın altından məharətlə çıxırlar. Zarafat edirlər. Hə, elədir. Hər hansı şəkildə böyük insanın ən böyük atributlarından biri budur ki, onlar yollarına davam eləyirlər. Hər nə olsa da onlar yollarına davam eləyirlər. Rus dilində oxumuşdum bir köhnə əsatirdir də, bu əsatir deyək buna, qədim əsatirdir. Mən onu deyim sizə. Bu maraqlıdır. Yəni güc, insanın gücü necə olur? Ümumiyyətlə güclü insan deyəndə, yəni o hansı gücdən söhbət gedir? Necə bir gücdür? Güc ağıldır da müəllim. Güclü insanlar ağıllı olurlar. Ağıllı insanlar, arif insanlar müəllim güclü insanlardır. Orası elədir, amma tam güclü insanlar onlar deyil. Yox, tam güclü. Məsələn, mən sizə yenə indi o misalı qoyaraq buna gedirəm. Hindistanda bir kişinin uşağı ağır xəstələnir. Bunlar dağda yaşayırlar. Dağ bir balaca kənddir. Yol yoxdur dağa. Elə bir maşın yolu, minik yolu yoxdur. Ümumiyyətlə heç hətta at yolu belə yoxdur. Çətindir. Çox çətin bir şəraitdə yaşayırlar. Bunların uşaqları xəstələnir. Oğlu xəstələnir. Kürəyini alır. O çətin yollarla rayona gətirmək istəyir. Yaxın qəsəbəyə gətirmək, həkimə gətirmək istəyir. Amma yolda uşaq ölür. Olmuş hadisədir. Olmuş hadisədir, bəli. O kişi gətirir də uşağını dəfn edir, tək başına dağların arasından yol açmağa başlayır. Təsəvvür eləyin ki, hər gün evindən çıxır, külüngün götürür, bitkə çörək tapır oradan buradan, gəlir yolu, dağları, daşları dağıtmağa başlayır. Aça, axırı görürlər ki, bu adam əməlli başlı yol açır. Məsələn, tutaq ki, 30 metrəni açıb bu adam. Ondan sonra kənd cəmaatı gəlir köməyə mənə. Ki, bu hamıya açır da. Sonra artıq deyir 1 kilometrə qədər yol açılmışdı. Bu səs gedir, çatır rayona, şəhər mərkəzinə. Oradan artıq texnika gəlir, yol açır. Bax, bu adam güclü adam. Elə bir adam deyil. Övladının itkisi bəli, o onu insanlar güclü elədi. güclü İndi mən bir dənə o çıxar. gücü, yəni dağ yarmaqdan söhbət getdi də burada. Yəni gücə baxın. Fiziki güc deyil bu. Fiziki güc işi deyil bu. Bu ürəkdəki gücdür. Bir əsatir dediyim, mən o əsatir çox maraqlıdır. Deyir ki, deməli bu axı
Yunan əsatirlərində belə də Allahlar, tanrılar Olimp dağında Ay, toplaşırlar. Zeus. Orada Zeus, bəli, Apollon, Zeus falan. Onlar orada toplaşırlar. Nəysə günün birində yenə də bir müzakirədir. Deyirlər ki, bəs insanlar həddən artıq çox inkişaf eləyiblər. Allahların gəlib işlərinə qarışırlar. Əgər belə getsə, sizin kitabınızdadır, Quyu kitabında. Bəli, var orada. Onu mən tərcümə eləmişdim o vaxtı. Deyir ki, bəs bunlar belə getsə bizim gəlib yəni bizim yerimizdə oturacaqlar belə getsə. Ona görə bunların bu gücün gizlətmək lazımdır. Biri deyir ki, onların gücün biz gəlin suların dərinliyində gizlədək, tapa bilməsinlər. Orada bir xəbərçi var, Hermes. Deyir ki, yox, o gələcəkdən xəbər verə bilən. Deyir ki, yox, onlar deyir insanlar gələcəkdə suyun dərinliyinə enə biləcəklər. Artıq onlar gəmi ilə üzə bilirlər. Vaxt gələcək, onlar suyun dərinliyinə də enəcəklər. O gücü tapacaqlar. Olmaz suyun dərinliyində. Deyirlər onda göylərin dərinliyində gizlədək. Deyirlər, yox, göylərə də insanlar uçacaqlar. O zaman gələcək göylərə də uçacaqlar. Yəni belə çox müzakirə gedir. Bəs neyməyək? Bu gücü harda gizlədək? Orada deyir, Apollon durur, deyir ki, mən deyim sizə harda gizlədək. Gücü biz gəlin insanın öz qəlbində gizlədək. Çünki o daima başqa yerdə güc axtaracaq, öz qəlbinə baxmayacaq heç. Ona görə də gəlin biz insanın öz qəlbində həmin o gücü gizlədək. Burada yəni vurğu onadır ki, insanın əsl gücü qolunda, ondan sonra pulunda, sərvətində deyil, ürəyindədir. Çünki ürək... Ağıl, bir də ürək. Ağıl qəlbnəndir, müəllim. Amma müəllimə, üzr istəyirəm. Ürəyin, yox, ağlın gücü yoxdur. Ağlın gücü nədir? Ağlın gücü texnologiya yaratmaqdır, fənd qurmaqdır. Ağlın gücü bu baxımdandır. Amma ki, o içərdən enerji verən qüvvə, nətər deyər, o nə məlum, o qəlbdir. Onun adına qəlb qoymuşuq biz. O içərdən təkan verən qüvvə. O kişini ki, o şey gətirir, o dağı yardırır. Burada söhbət ağlın üstünlüyündən yox, gücdən gedir də. İnsanın o mənəvi gücündən gedirsə, o güc həqiqətən də insanın ürəyindədir. İndiki zamanda müəllim, deyirlər, indiki zamanda vicdanlı qalmaq, ləyaqətini qorumaq, vicdanlı qalmaq çox çətindir. Ləyaqətini qoruyaraq maddi rifah içində yaşamaq mümkündürmü? Yəni, heç kimin kölgəsində girmədən, heç kimə yaltaqlanmadan, necə deyərlər, adam kimi yaşamaq mümkündürmü indi? Vicdanlı qalaraq yaşamaq mümkündür, amma çox çətindir. Yəni, elə bir səbir tələb eləyir ki, bəzən həmin o vicdanlı qalmaq, elə bir səbir tələb eləyir ki, o, nətər deyim, o tikanı yükünün belə udarsan, tikan içəriyi deşib keçər, sən də səsuyu çıxarmazsan. Bax, o dərəcədə bəzən səbr eləmək lazım gəlir. Əziyyət çəkmək lazımdır. Heç buna şübhə yoxdur. Vicdanlı qalaraq yaşamaq insandan çox böyük güc, qüdrət, hünər tələb eləyir. Mən açığını deyim sizə. O Nizaminin yenə sözünə qayıdıram. Deyir ki, halallığın ucbatından mən çəkəni dekim çəkib, onun çiyini kürəkləri mənim qəlbim qara qançır. Yəni, vicdanlı qalıb yaşayan adamın qəlbi qara qançır olacaq. Mütləq. Amma bir dənə məsələ var. Mühüm məsələ nədən ibarətdir? Əvvəlki o çətinlik ki var, vicdanlı qalıb yaşamağın çətinliyi ki var, ona səbirlə əgər dözsünsə, yəni nədir burada söhbət, nədən gedir? Başqasının haqqına girməyəcəksən, başqasına qarşı pislik etməyəcəksən, yəni sözün əsl mənasında dürüst olacaqsan, vicdanlı olacaqsan. İnsan olacaqsan, amma insanlı olacaqsan. Hazırki cəmiyyətdə təkcə dünyanın hər yerində yəni vicdanlı qalıb yaşamaq çətindir. Bunun başqa deyiləsi çəmi yoxdur. Amma burada üstünlük nədədir? Fayda, nə bilim, nətər deyim sizə, mükafat nədədir? İnsan, məsələn, bir müddət vicdanını yaşayandan sonra
artıq vicdansız yaşaya bilmir, bu başqa məsələdir. İkincisi də artıq onda bir dərin rahatçılıq yaranır. Öz keçmişinə baxanda utanmır. Ki mən, yəni baxmayın, insanların əksəriyyəti öz keçmişinə baxmaqdan qorxur. Özünün o yanlışlarını unutmaq istəyir, özünün o əxlaqsızlıqlarını unutmaq istəyir. Amma heyhat, onları nə qədər çox xatırlasan, belə unutmaq istəsən, o qədər xatırlayacaqsan. Ona görə də, yəni onlar vicdanı tamam susturmalıdırlar. Ki, yəni danışmasın vicdan. Heç onlara heç nəyi xatırlatmasın. Bəzən məsələn belə deyirlər ki, vicdanlı olmaq lazımdır. Vicdanlı, yaxşı insan olmaq lazımdır. Vicdanlı. Belə o qədər vicdandan sən vicdanlı ol. Sən bugündən vicdanlı ol. Vicdanı sən yarat. Sən aşıla. İnsan olmaq lazımdır. Sən insan ol. Sən necə deyirlər? Özündən başla. Hər şey özündən başla. Bəli, özündən başla. O rəhmətli Bəxtiyar Vahabzadənin belə bir sözü var. Ən böyük haqsızdır, haqqı axtaran. Haqsı mən çox müəllim elə insan adamlara. Mən adam deyirəm bəzən insan adına bir ləkədirlər. Deyir, böyük Viktor Hugo deyir, vicdan deyir sənin içindəki Allahdır. Mənə deyir dinini göstərmək deyir. Bax belə bir söz. Mənə deyir dinini göstərmə. Mənə insanlığı göstər. Mənə vicdanı göstər. Mənə dindən danışma. Din belə əsl din götürəndə, dünya dinində belə götürəndə, istər xristianlıq, istər müsəlmançılıqda ən böyük vicdandır, insanlıqdır. Bəli. Allah haqqında nə düşünürsünüz müəllim? Ümumiyyətlə Allah nədir? Doğrudanmı var? Cənnət, cəhənnəm var. Deyir, bildik, bilirik. Gizlidir insandakı qüdrət. Hər kəs onu fəhm etməsə acizdir o əlbət. İnsanın əzəl borcudur insanlığa hörmət. İnsanlığa ləyaqətdə, hörmətdədir Allah. Böyük Bəxtiyar Vahabzadənin dahi sözü. Bəs eşqə sözün, eşqi yenilməz. Ən yüksək olan pilləyə mütləq demək olmaz. Bir pillədə durdunsa ənəl həq demək olmaz. Ülviyyətə çatmaqdakı niyyətdədir Allah. Mən bir dəqiqə adını xatırlamıram. Bir filosofa sual verirlər ki, sual vermirlər, deyirlər ki, əgər Allah bir mesaj göndərsəydi bütün insanlığa. Gözəl sözdəsiniz. Nə kimi bir mesaj göndərərdi? Deyərdi ki, hamınız məni yanlış anladınız. Çox da maraqlı fikirdir. Həqiqətən də çox yaxşı seçilmiş fikirdir. Hamınız məni yanlış anladınız. Baxın, bütün insanlar öz ağılları boyda Allah yaradırlar. Hər insan öz ağlı boyda Allah yaradır. Ona görə də biz Allahın tərifini vermək qüdrətində deyirik. Bu tamam. Onsuz da dini kitablarda da artıq bu məsələ min illərdir həll olunub ki, biz Allahı tam aydınlığı ilə vəsf eləyə bilmərik ki, Allah necə bir Allahdır. Belə necə bir Allahdır deyə bilirik. Məsələn, Allahın Əsma-i Hüsnası var. 99 ismi var da, bilirsiniz Allahın. Mən yeri gəlmişkən deyim ki, ən azından 5 il ardıcıl olaraq Əsma-i Hüsna dərslərini almışam. Əsma-i Hüsna nə deməkdir? İlahiyyatda ən üst pillə deməkdir. Əsma-i Hüsnadan yuxarıda heç bir pillə yoxdur. İlahiyyat məsələsində nədir bu? Niyə görə mən buna belə iddia edirəm? Allahı tanımanın, Allahı deyirlər, hər kəs deyir ki, Allahı tanıyın, Allahı tanıyın. Allahı nətər tanıya bilərik? Hər hansı bir, məsələn, əşyanı, cismi nətər tanıyır o? Məsələn, bu şüşədir, içində su var. Su nədir? Suyun deyəndə biz artıq bilirik ki, söhbət nədən gedir də? Yəni, bizim həyatımızın mühüm bir hissəsindən söhbət gedir. 5 ünsürdən, 4 ünsürdən biri sudur. Məlum. Bəs Allah nətər Allahdır? Allah veduddur, sevən və sevilməyi istəyəndir. Allah hüdudsuz mərhəmət sahibidir. Allah qəhhardır, qəhr eləyəndir. Allah fəttahdır, insanın köməyinə çatandır. Yəni,
99 isim var Quranda keçən. O adlarla Allah vəsf olunur. Allahı tanımaq üçün o adlar var bizim əlimizdə. Bəli. Yəni Rəhman, Rəhim deyəndə bilirik ki, söhbət Rəhimli. nəyindən getdi? Hə, Rəhimli, hardan böyük, getdi? əzəmətli. Yəni bu mənada din həyatı quran amildir. Baxın, yer üzündə nə qədər böyük əbədi qalmışdı, tikililər varsa, indi məscidlər, ondan məqbərələr, nə bilim, nələr, kilsələr, bütün ən böyük, ən əzəmətli binalar din adına tikilib. Dünya yaradılışdan. Bəli, tarixin tarixə. Ən böyük abidələri dinə bağlıdır, dinin yaratdıqlarıdır. Bu mənada dinin yəni mövqeyi başqadır. Amma indi baxın da bir tərəfinə də. Məsələn, Türkiyədəki din, məsələn, mən elə dini heç yaxın durmaram. Mən də qəbul eləmirəm. Oradakı o şey var, məhzəb başçısı, təriqət başçıları var. Əməlli başlı imperiya qurublar, avam adamları toplayıblar, yan ətraflarını ayaqlarını yudutdururlar. Allahlıq eləyirlər, balaca Allahdılar sanki. Kitabınızda oxudum ki, 70-dən çox gəncə dülgərlik sənəti öyrətmisiniz. Onlara daha nələri öyrətməyə çalışdınız? Yəni bir usta deyil, həyatın çətinliyini görmüş, öz-özünə müəllimlik etmiş bir adam kimi. O gənclərə nə kimi yol göstərmisiniz? Yəni həqiqətən müəllim, zarafat deyil, 70-dən çox yəni gənclərə öyrətmisiniz. Tək gənclər də olmuyor müəllim. Mən sizin video kadrlarınızda görürəm, böyük insanlar da var. Məsələn, 40 yaşında, 35 yaşında tək gənclərdən deyil onlar. Aydın məsələdir, elədir. Elə bir mənim siz baxmışam video, elə bir siz onları yığmısınız belə stolun başına, siz sanki bir atasız. Orada xüsusən o yeniyetmə uşaqların əksəriyyəti məktəbə getməyən uşaqlardır, məktəbə gedə bilməyən uşaqlardır. Valideyninə kömək eləmək istəyən uşaqlardır. Əslində bir şəkildə mən də düşünürdüm ki, bunlara bir sənət öyrədim. Bəlkə yəni bu həyatın bu çətinliyindən çıxmaq üçün onlara sənəti öyrətməyə çalışırdım, amma bir də onlara həyatı doğru, dürüst yaşamağı öyrətməyə çalışırdım. Halallıqla insanlara xidmət eləməyi, ondan sonra başqalarının evində iş görürkən özünüzü necə idarə eləməyi məsələləri. Onlar hamısı ustaya üstünlük gətirən şeylər var, üstünlük gətirməyən şeylər var ki, evdə sənin davranışın başqasının evində nə cür davranmağın. Bunların ötəsində mən nə qədər qəribə olsa da, adətən belədir də, bu məsələn bir biznes quran adam, bir işlə məşğul olan, qazanc axtaran adam belə eləyir də, məsələn işçiləri yığır başına, onlardan istifadə edir, onları işlədir, müəyyən miqdarda onlara əmək haqqı verir və onların sayəsində özü varlanır, pul qazanır. Mən də ona çalışmışam, amma mən həmişə təbliğ eləmişəm. Bəlkə də o videolarda görmüsünüz. O vaxtı 2008-ci, 2007-ci ilin son günüdür o. Orada biz emalatxanada işçilərlə birgə ilin son gününü verilmişik. Orada mən deyirəm işçilərə ki, sənəti öyrənin, sonra da gedin. Gedin özünüzə iş qurun. Bunu heç bir pul qazanmaq istəyən adam o işçisinə deməz ki, siz məndən bu şeyləri öyrənin, sonra gedin müstəqil işləyin. Amma mən onlara daima bunu təbliğ edirdim ki, öyrənin, gedin. Gedin iş qurun özünüzə. Yəni başqasına işləməkdən yaxozu qutarın. Başqası sanki özümü demirdim elə. Halbuki mən yanımdan gedirdilər onlar. Və mən yeni uşaqlarla çalışırdım. Əslində lap açığını deyim ki, biraz bu günü düşünərək bu hərəkətləri eləyirdim mən. Mən fikirləşirdim ki, burada mən bunun hesabına bəlkə də pul qazanaram, amma bu qazancım daha üstünü, onlara bir azadlığın daddırmaq, gedin sərbəst olun, sərbəst hərəkət edin, başqalarına möhtaclıq yaşamayın. Nə bilim, bu kimi şeyləri öyrətməyi daha üstün saydım puldan, pul qazanmaqdan. Yəni bu mənada bugün içimdə rahatçılıq hiss edirəm. Bayaq bir söz, o vicdanla bağlı bir məsələ vardı.
ki vicdanlı yaşamaq. Vicdanlı yaşamaq çətin şeydir. Yəni xeyrindən keçəcəksən. Sənə qarşı Amma müəllim, haqsızlıq. rahatlanasan. Amma bugünü düşünəndə bugün mən rahatam. Bəli. Çünki o vaxtı o çətinliyi çəkdim artıq. İndi rahatam. Bax, mən sizə bir dənə də məsələ deyim, maraqlı məsələdir. Mənim öz şəxsi fikrimdir. Hələ bunu mən cavan vaxtı fikirləşmişdim. O həyatımın o çətin məqamlarında gündəliyimə yazmışam ki, əgər həyat çətin başladısa, gözləmək olar ki, onun sonu yaxşı olsun. Əgər bir həyat asan başladısa, sonrası çətin oldusa, bu cəhənnəm yaşamaq kimi bir şeydir. Əvvəli təmtəraq içində, nə bilim, sərvət içində, imkan içində yaşayırsan, sonra həmin imkanları itirib artıq sənin həyatın olur cəhənnəm. Başqa bir yol da var. Məsələn, elə sərvət içində, imkan içində doğulub, imkan içində də ölüb gedirsən. Bu həyatın da heç bir mənası, dəyəri yoxdur. Amma həyat əgər ağır başladısa, çətin başladısa və sonu gəlib yaxşı oldusa, rahatçılıq gətirdisə, əsl həyat budur ki, sonun rahatdır. Çünki baxmayın, insanın o öldüyü gün var, ən son günü belə. Əgər bütün həyatı yaxşı keçir, o ən son günü, nə bilim, ləyaqətsizlik içində baş verib gedirsə, sona gəlirsə, bu dəhşət bir şeydir. Allah o günlərdən bizləri qorusun. Bəli, amin. Xoşbəxt olmaq müəllim asan işdir. Böyük Cabir Novruzun deyir, xoşbəxt olmaq çox zor işdir, çətin işdir. Xoşbəxt olmaq sizcə asan işdir, yoxsa çətin işdir? Mənə elə gəlir ki, xoşbəxt olmaq çox çətin işdir. Çünki onu sən xoşbəxtliyi zərrə-zərrə yığırsan, qram-qram yığırsan və onu dağıtmaqdan qorxursan. O qorxularımızla yaşamaq başqa bir şeydir, yəni. Hər hansı, bilirsiniz, baxın, əlinizdə bir xoşbəxtlik var, amma daima onu itirmək qorxusu yaşayırsınız. Artıq bu xoşbəxtlik olmadı. Xoşbəxtlik var. Biz xoşbəxtlik deyəndə indi belə deyək də, məsələn, mən üçün xoşbəxtlik anlayışı qəlb hüzurudur. İçərində hüzuru var, ailə var, yaşanacaq bir ev var, çörək imkanın var, başqasına möhtac deyilsən daha doğrusu. Yəni bu şərait, bu kifayət edir ki, və məşğuliyyətin var, nə bilim, yəni ailə içində hüzur var. Bunlar varsa, artıq bu adamı xoşbəxt saymaq olar. Amma bir də var ki, daimi olaraq bu xoşbəxtliyi itirmək qorxusu yaşayırsan. Bu artıq sənin xoşbəxtliyin içərisində o dadlı tikanın içərisində bir iti sümüyə bənzəyir. Ki, elə bilirsən ki, orada sümük var, batacaq sənin boğazına. Bu olmadı. Ona görə də xoşbəxtlik nə isə əldə eləmək deyil, nə isə ələ gətirib tutmaq deyil. Tuta bilməzsən, çünki həyat heç nəyə imkan verməzsən əlində daimi tutasan. Xoşbəxtlik sərvət anlayışı ilə ola bilməz. Mümkün deyil. Baxın, 100% sizi əmin eləyirəm. İnsan təmin olunduqca onu sevindirəcək şeylər azalır. Bunu mən şəxsi həyatımda təcrübə etmişəm. Mən sizə bir misal deyəcəm, bax bu məsələni. Burada çox şey var. Cavan vaxtlarımız idi. Cavan deyəndə yəni ki, bir 30 yaşlarımızı keçmişdik, 30-35 yaşlarda. Hər həftənin 6-cı ya bazar günü mən dostlarımla yığışırdıq, bir restoranda oturub çörək yeyirdik. İçki içirdik, lap açığı. Keyfimiz düzəlirdi. Mən evimizə gələndə adətən bir mağazanın yanında dayanır. Oradan girib içərdən uşaqlara, onda uşaqlarımızın bizim 8-10 yaşları var idi. Girib mağazadan məsələn şirniyyat alırdım, dondurma alırdım, meyvə alırdım, nəsə bir şey alıb aparırdım. Ki uşaqlar da xoşnut olsunlar da, yəni həmin mən onsuz da keyfim yaxşıdır da, indi yeyib içmişəm gedirəm və uşaqların da keyfi yaxşı olsun. Bir dəfə yenə də həmin o girdiyim mağazalardan birinə girdim, amma Novruz bayramı ərəfəsidir. Yəni təsəvvür edin ki, sabah Novruz bayramıdır.
evdə hər şey var. Yəni o mənada ki, şəkərbura var, şirniyyat var, meyvə var. Hə, yəni o Hər şey var. bəli, o ərəfədə hər şey var. Elə birdən baxdım ki, mən nə alım ki, uşaqlar sevir. Axı başqa şey olmalıdır. İndi bu evdə mən durub şirniyyat alıb aparsam, bu nə əhəmiyyət olacaq? Bu sevinc yaratmaz. Bir anlıq elə bir düşündüm ki, deməli, nə qədər çox təmin olunursansa, maddi nimətlərlə, nə qədər çox təmin olunursansa, bir o qədər insanı sevindirəcək şeylər azalır, qıta çıxır. Məsələn, dünənə qədər uşağı şirniyyatla sevindirə bilirdim. Bugün mən ona gərək nəsə bir başqa bir şey alıb aparam. Eləcə də qadındır. Bəli. Eləcə də dünən bir kompleks nə bilim nə almısan, sırğa almısan, sabah bir başqa, artıq onu sənin o dəmir şeylərin sevindirməyəcək. Ona görə də deməli insan bir yerdə heç dayanmalıdır. O sərvətin dalıcan, qaçdıqca yanlığı çoxalır. O bəziləri deyir ki, hər şey olsun mən bilmirəm oynamına qayıram. Vallahi billahi mənim əlimdə o sərvətə sahib olmaq imkanı çox az adamın əlində olduğu qədər yüksək olub məndə. Ki mən istədiyim qədər sərvətə sahib ola bilərdim. Çünki mən ondan ötürü yaxşı başım var bu işlər işləməyə. Bir balaca nə bilim vicdanımın üstündən keçsəydim, bir balaca ləyaqətimi üstündən keçsəydim. Niyə keçməmisiniz? Bəli, mən dünyanın ən sərvətli adamlarından biri ola bilərdim. Hətta bəlkə də xaricdə, Amerikada yaşayardım. Amma o vaxtı, elə o vaxtı mən o mağazada başa düşdüm ki, yox, sərvətlə olmaz. Sərvət çoxaldıqca insanın dərdi qəmi də çoxalır, qayğıları çoxalır. Mən Tolstoydan bir dənə hekayə danışardım burada. Çox uzundur. Uzandırdım. Olsun müəllim. Tolstoyun hekayələrindən birində belə bir şey var. Deməli, mümkün qədər qısa danışım da. Demək, bunun o kətdə bir dənə varlı adam var. O varlı adam elə belə varlı deyil. Ailəsi ilə birgə heyvan saxlayıblar əvvəl. Sonra bunların heyvanları doğub, törəyib, çoxalıb. İndi artıq bunların işçiləri var, nəyləri var. O qədər çoxalıb ki, sərvət. Hesab kitab itib. Hər kətdən, kəsəkdən, rayondan eşidən, bilən bu adamın şöhrətini gəlir bunun qonağı olur. Bu da çox qonaqpərvər bir adamdır. Hər gün bunları gələni qarşılayır, heyvan kəsirlər, işçilər o yana bir yana hamı qaçır. Bu hər gün buna məsələn xəbər gəlir ki, filan yerdə heyvanı canavar yedi, filan yerdə filan şey oldu. Hər gün qayğı başdan aşır. Sərvət çoxdur, amma qayğı da çoxdur. Yaşaya bilmirlər. Təsəvvür elə ki, işləri gücləri tək qonaq qəbul eləmək, heyvan dalıcan düşmək belədir. Nəysə günün birində bir fəlakət baş verir. Bunların bütün sərvətləri əlindən çıxır. Əllərindən çıxır sərvət. Ondan sonra elə olur ki, kətdə bir başqa bir ailə yüksəlir. Onlar artıq heyvan saxlayırlar, neynirlər və aralarında fikirləşirlər ki, o filan kəslər var ha. Onlar yaxşı insanlardır. Gəl onları çağıraq, dəvət eləyək. Qoy bizim evdə yaşasınlar. Bizim heyvanlara da xidmət eləsinlər. Həm də bizim çörəyimizdən yesinlər. Bizdə daha onlar vaxtı ilə varlı olurlar. Həmin o insanlar da vaxtı ilə varlı olurlar. Hədə mən onu deyirəm. Bunlar artıq varlı, indi növbəti bir başqa ailədir. Burada həmin o artıq bu adamlar gəlib burada xidmət eləyirlər. Bu ev sahibinin qonağı gəlib. O qonaq ev sahibinə bunlar gəlib belə keçəndə ev sahibi qonağa deyir ki, bu adamları tanıyırsan? O da deyir ki, yox, tanımıram. Deyir, onlar filan kəslərdir. Deyir, hə, onların şöhrətini eşitmişəm mən. Onlar çox qonaqpərvər adam olurlar. Bəs niyə indi belədirlər? Deyir, bəs onlar sərvətlərini itirdilər də, müəyyən fəlakətlər baş verdi. Onlar sərvətlərini itirdilər. İndi belə mən onları dəvət eləmişəm. Deyir, gəlsənəm onları biz süfrəmizə dəvət eləyək. Bunlar da oturmuşdu, orada yemək yeyirdilər, nə bilim, içki içirdilər. Bunları dəvət eləyirlər süfrələrinə. Həmin o keçmiş, varlı olmuş insanları. Bunlarla yenə çörəyə dəvət edirlər. Soruşurlar ki, indi nə tər yaşayırsınız da, o boyda sərvət falan əldən çıxdı. Deyir, indi əvvəlkindən yaxşı yaşayırıq, rahat yaşayırıq. O vaxtı da deyir, 8 kvadratlıq bir evdə yatırdıq, o qalan məlmük boş qalırdı. Yəni bizə nə qədər yer lazımdır. İndi də yenə 8 kvadratlıq yerdə yatırıq. O gün onda da çörək yerdik, nə yerdik, indi də onları yeyə bilirik. Artıq bir şey yemirdik. Yəni orada nə yerdiksə indi burada da onları yeyə bilirik.
İşimiz, qayğımız da budur. Səhər gəlib ot tökürük, heyvanı yemləyirik, rahat gedib yatırıq. Nə hesab çəkmirik, nə qonaq qəbul eləmirik, nə o təmtəraq yox, nə canavar qoyunu apardı fikri yox. Rahat. İndi bu mənada görürsüz ki, bax, həqiqətən də sərvət o qədər qayğı yaradır. O qədər, amma bu o demək deyil ki, Çox sərvətdən... xoşbəxtçilikdə müəllim, o xoşbəxtlik yox, çox elə var dövlətdə insanın başını ağrıdır. Ayşə, amma burada məsələ söhbət nədən gedir? Xoşbəxtçiliyi artıq unudursun. Mən kasıblığın düşməniyəm, onu da deyim sizə. Mən kasıblığa düşmənəm. Mən onu bəlkə də Hə, kitabdan oxumusunuz. Bəli, mən kasıblığa nifrət edirəm. Ey edirəm. kasıblıq, sən bundan sonra mənim ailəm bu kasıbçılığı Bəli, o görməyəcək. ağrını ki mən çəkmişdim, o ağrını ki yaşamışdım, onda yazdım ki, bu kasıblıq sənin nə mən, nə də mənim ailəm görməyəcək. Mən nə demək istəyirəm? Yəni, mən burada sərvəti pisiyib, kasıbçılığı tərifləmirəm. Yəni, mənim hədd var. Bəli, Ayşə, hədd bir ölçü daxilində insan, mən neynədim? Sənət öyrəndim, bir neçə sənət öyrəndim. O sənətimin sayəsində çox işlədim, çox çalışdım ki, başqasına möhtac olmayayım. Mən yavaş-yavaş həyatımı qurdum. Mən nə böyük sərvət sahibi deyirəm, nə bir şey, amma həyatımı elə başqasına möhtac olmadan yaşamaq səviyyəsindəyəm. Buyurun. Ən çox nə vaxt darıxırsınız müəllim? Niyə darıxırsınız? Nəyə darıxırsınız? İnsan darıxmaya bilməz. Əlbəttə, mən bir nətər deyərlər, xoşbəxtliyim ondadır ki, mənim əbədi bir dostum var. O 15 yaşlı Marif. Mən onunla hər çətinlik vaxtımda, hər an görüşə bilirəm onunla mən. Hər an dəftəri. Ağıllı dost olub da müəllim. Bəli, açıram o dəftəri. Onda Ağıllı 15 yaşım, 16 yaşım, 17 yaşım hamısı günbəgün yazılıb. Yəni onunla bir söhbətim tutur. Hər dəfə də yeni bir fikir yaranır, yeni bir... Bu mənada, yəni tənha deyirəm. Bu mənada tənha deyirəm. Amma darıxmaq, bilirsiniz, yaş artıq qayğılar gətirir, başqa qayğılar gətirir. Bəzən əli atırsan telefona ki, bir dosta zəng eləyəsən. Görürsən ki, o dost həyatda yoxdur. Bəzən istəyirsən, görürsən ki, bir yerdə görüşürsən, deyir ki, vallahi xəstəyəm, gələ bilmirəm. Yəni, görürsünüz, yaşın gətirdiyi qayğılar da var. Darıxdığım belə, yəni, mən konkret belə bir şeydən ötürü darıxdığım yoxdur. Çünki, nətər deyim, məsələn, mən indi bu dəqiqə dağlardan ötürü darıxıram. Dağlara hazırlaşıram. Bütün beynimdə, fikrimdə, Laçında, Şəlvə dərəsində, nə bilim, imanlarda, orada, o yerlərdə mənim üçün istirahət, o daşlarla, o dağlarla, o ağaclarla, o çiçəklərlə, dağ suxurları ilə. Yəni, mənim üçün bunlar bir maraqlı bir dünyadır. Ona görə də, ondan ötürü darıxıram. Başqa mən demək olar ki, elə bir şey yoxdur darıxdığım. Qocalıqdan insanlar niyə qorxur mənim? Qocalmaqdan. Qocalmağın qayğıları həddən artıq çoxdur. Bir qoca insan gələcəkdən nə gözləyə bilər? Gələcəkdən... Can sağlığı. Mənə gəlir ki, qocalanda... Yox, can sağlığı ayrı, amma heç kimə möhtac nə gözləyə bilər? Nə gözləyə? Qoca adam, məsələn, qayğılar, dərdlər, sərlər, ağrılar, itkilər, bunları gözləyə bilər. Qoca adamın, amma bayaq siz bir söz, o xoşbəxtliyin o qorxma məsələsi var. Dediyimi, yeməyin içində sümüyə bənzəyir o qorxu. Biz birinci növbədə özümüzü rahat hiss eləməkdən ötürü, elə qoca vaxtımızda da rahat hiss eləməkdən ötürü, o qorxudan özümüzü xilas eləməliyik. İnsan axı belədir də, daimi olaraq təqib edir, özü. Mən bir-iki gün bundan qabaq bir məclisdeydim, orada bir nəfər yaxınlaşdı mənə, dedi, sən videoları dinləyirəm mən, bu psixoloji məsələlərlə bağlı. Mən çox ciddi narahatçılıq yaşayıram, bir paralizdə keçirmişəm, çox ciddi narahat, 40 neçə də yaşı var. Yəni, nətərdir? Baxdım ki, adamın əsas problemi həyatın yaşamaqdan qorxmaqdır. Qorxur. Hər an beynində görəsən uşaq nə oldu, görəsən plan nə oldu. Orada-burada fikri qalır. Amma bunlardan xilas olmağın
yolu var. Mən onlar barədə ayrıca bir dəfə söhbətimiz olar. İnşallah. Hə, insanın qorxuları, ondan hobbiləri, ümumiyyətlə qoca insanın əsas qayğısı nə olmalıdır? Məsələn, mənim üçün bir nömrəli məsələ xəstəliksiz, başqasına Möhtac olmadan yaşamalı. Dedim, az öncə bunu dedim. Mən ona heç cür açığın deyim ki, yəni başqasına möhtac olma. Mən əllərim ağrıyır. Yəni mən fiziki işlə çox məşğul olmuşam da. Burada qığırdaqlarda yeyilmə baş verib. Bu da çox çətin məsələdir. Elə-belə deyil. Yəni yaşla bağlı çox çətindir də bunu müalicə eləmək. Yəni əlim hərdən məni elə bil o görmək istədiyim işlərdə aqraniçeniya qoyur da. Yəni məsələn yarım saatdan artıq işləyə bilmərəm. Çünki çox ciddi ağrılar başlayır. Elə bil bu sərhəd qoyur mənə. Hə bunları artıq elə bil bu çərçivədən çıxmaq istəyir daima adam. Demək istəyirəm ki, əsas fikrim açığı sağlam yaşamaq üçün çalışmaqdır. Mənə 100 il ömür arzulamayın. Mənə elə ömür arzulayın ki, öz qapımı, pəncərəmi bağlaya bilim. Bəli, bəli. Ən gözəl. Bu rayonda bir yerdə qara çörək bişirib satırdılar, təndirdə. Lap əvvəllərdən danışıram, indi çox yerdə satırlar. Hər gün oradan gəlib çörək alırdım, o qara çörəkdir. Və orada tanışlar görüşürdü də, kimlərsə tanıyırdı birbirimizi. Biri soruşdu ki, usta sən də şəkərsən? Dedim ki, yox. Dedi, bəs, belə görürəm ki, buradan qara çörək almağa gəlirsən. Dedim, onda deyirsən, mən gözləyim, şəkər olum, sonra gələrəm qara çörək almağa. Bu mənada, yəni, o şəkər olmadan qara çörək yiyərəm mən. Bildiniz nə demək? Ümumiyyətlə, müəllim, belə sağlamlığına diqqət eləyən insanlar, mən uşaq vaxtı bizim Rus var idi. Onun qızı ilə mən yaxşı belə münasibəti vardı. Uşaq vaxtı oynayırdıq. Həmişə onlardan mən baxıb görürdüm ki, qara çörək yeyir. Qara çörək yeyir, dilim. Mən belə öz aləmimdə deyirdim ki, onlar kasıbdılar. Onlar qara çörək yeyirlər. İndi də elə düşünənlər var, o deyim sizə. İndi də elə fikirləşənlər var. Amma əslində indi qara çörək ağ çörəkdən bahadır. Heç o vaxtı da əslində ucuz deyildi, elə eyni qiymətə idi. Sadəcə olaraq o cür fikir formalaşırdı. Avamlıqdır da o əslində. Uşaq beyni idi o. İnsan kimdən üzr istəməlidir? Səhv etdiyi adamın, yəni əgər bir adamın qarşısında haqsızlıq edibsə, səhv eləyibsə, yəni nətər deyim, onun ayağını basıbsa, onda məmnuniyyətindən səhv üzr istəməlidir. Əgər o adam üzr istəməyi bacarmırsa, deməli əxlaqsız adamdır, deməli haqsız adamdır, deməli o vicdanını susturmuş adamdır. Nətər yəni, əgər səhv eləmisənsə, doğru deyilsənsə üzr istə. Başqa cür üzr istəməyə yer yoxdur. Yəni o vaxt eləyərsən ki, onu sən səhvsən və üzr istəməlisən. Müəllim, elə vaxt olub ki, özünüzdən üzr istəmisiniz? Mən özümü döymüşəm, nə üzr istəmək? Yox, özümə qarşı mən çox amansız olmuşam, onu deyim sizə. Yəni, bəs o tüfeyli uşağı kim tərbiyə elədi? Həmin o küçə uşağı, o oğurluq eləyən adamı kim tərbiyə elədi? Mən yəni özümü döyə-döyə tərbiyə eləmişəm. Mən qumar oynayanda, o bilirsiniz, pul düzanda mən o uydurulmuş bir şey deyil. İnanın, tam gözümün önündə dayanmış bir səhnədir o. Necə məntəqənin hasarından açdım, getdim 3 manat pulu uduzdum. Yolda necə qaydanda gəldim, özümü o şillələri vurdum. Yəni hamısı bu anda gözümün qabağındadır. Yəni özümü mən üzr istəmək yox, döymüşəm özümü dəfələrlə ki, niyə bunu elədim? Eləmişəm də, səhvlərlə doluyam. Yəni, güya səhv eləməmişəm kimi bir şey yoxdur. Amma mümkün olduqca səhvimi düzəltməyə çalışmışam. Nəinki bir intelligent adamın qarşısında. Mən heç tanımadığım, fərq eləməz kim olsun. Yəni, mən ondan üzr istəmişəm, əgər səhvəmsə. Üzr istədiyim insanlar var ki, onu başqa yerdə deyir ki, filan kəs məndən üzr istədi. Düzgün deməli demək.
Əgər o Bir də onu fəxr bilirlər. yox, onlar əhəmiyyətsiz söhbətdir. Yəni nə mənada? Mən nədən nə deyim? O siz Avrel Mark haqqında haçan insa nəsə deyəcəyim mən. Marx Aurelius. Hə, Avrel Mark. O şeydir də, imperator olub vaxtilə. Həm də filosof olur. Hə, özünə özünə düşüncələr kitabında. Əsəri var o. O ölümündən sonra özü də çıxıb güzel o əsər. Yəni mən o çox sevdiyim filosoflardan biridir. Onun haqqında ayrıca mənim videom var. Bilmirəm siz görməmisiniz bəlkə də. İnşallah baxaram, baxmamışam mən, baxaram. Onun bir sözü var, ən məşhur sözlərindən biri budur. Deyir ki, mən bir uşaqlıqdan hiss elədim ki, başqalarının mənim haqqında nə deyəcəyinin məndən ötürü əhəmiyyəti yoxdur. Yəni mənim haqqımda kimlər nə fikirləşirsə fikirləşsinlər. Mən məsələn o kitabın adını ölmüş adamın kitabı qoyanda açığı orada bir başqa müxtəlif mənalar var, amma həmin mənalardan biri də bu idi ki, mənim haqqımda kim nə danışarsa danışsın, mən buyam. Ümumiyyətlə müəllim, insanlar var ki, səni öz kontrolunda saxlamaqdan ötürü o narsist adamlardır, müəllim onlar. Çox qorxulu adamlardır. Sənin öz kontrolunda saxlamaqdan ötürü əllərindən nə gələni onu edirlər. Görürlər ki, yox, o sənin kontrolunda deyil. Başlayırlar ətrafa sənin haqqında şayələr yaymağa. Sanki məsələn öz pisliklərini sənin üstüvə yıxırlar. Mən sizə bir dənə maraqlı hadisəni danışım. Əskərlikdə olanda deməli İmişli rayonundan mənim yanımda 13 ya 14 nəfər Azərbaycanlı idik. Bir deməli o orduda bir yerdə İmişlidən 14 nəfər adam idi. Amma onların açığı 2 nəfəri ilə münasibətim var idi. Yəni nətər belə görüşüb bir yerdə otururduq. Amma digərləri ilə belə yaxınlığım yox idi. Yəni nə olsun bir rotada yox, bir yerdə yatıb dururuq. Amma onlarla münasibətim yox idi. Bir nəfər ki var, onlardan elə bil ikisi bir kənddən idi. Bu Cəfərli kəndindən idi, səhv eləməyimsə. Onlar elə bil biri ilə münasibətim çox yaxşıdır. Bir digəri var ki, onunla ümumiyyətlə salam belə də nadir hali. Salam bəs salam. Bu qədər. Artıq heç nə. Günün birində o yaxşı münasibətdə olduğum adam yanından keçirəm, salam verdim, gördüm üzünü yana tutdu. Başa düşmədim. Aradan gün keçdi, dedim, yəqin fikirli oldu, görmədi. Növbəti dəfə yenə də bunun yanından keçəndə bu yenə də üzün yana tutdu. Mən yaxınlaşdım, dedim ki, içəri gəl görüşək, söhbətim var səndən. Rotada mən dülgər olduğuma görə mənə bir otaq verilmişdi. Orada o rotanın aynı oyunları yığılırdı, o əşyalar. Bunu çağırdım, otağa gəldi. Dedim, nə məsələdir? Niyə üzün yana tutuşuna salam verirlər? Dedi, bilmirsən? Dedim, yox. Dedi, sən Zeynalova dedikləri bilmirsən? Zeynalova idi familiyası. Dedim ki, Zeynalova yox, mən bilmirəm. Heç nə deməmişəm ona. Çağır yenə. Rotadır da, hamı oradadır. Çağırdı. Zeynalov adam deyilən adam da belə qırmızı sifət, enli belə qırmızı sifət bir adamdır. Bu içəri girib bizim ikimizi bir yerdə görəndə o qırmızı adamın rəngi qapqara qaraldı, təsəvvür edin. Başa düşdü də ki, burada bir nəsə bir iş var. Mən hiss elədim də, dedim ki, mən nə demişəm buna? Başladı o belə hətərəm-pətərəm danışmağa, bu durdu ayağa, getdi ona bir şillə vurdu. Mən də ayağa qalxdım, bunların ikisini də otaqdan çıxartdım. Belə əlimlə itəliyə çıxartdım ikisini də, eyni anda. Tam qoymadım onun qayıtsın geri. Ümumi danışıqdan başa düşdüyüm bu oldu ki, yəni bu adamın bizə qarşı açıq paxıllıq hissi var bunda. Mən bu hissi ümumiyyətlə əvvəllər o dərəcədə başa düşməyirdim ki, yəni insan bu qədər kinli, küdurətli ola bilər. Mənim bu adama həqiqətən orada hamısına mən yaxşılığım dəydi yeri gəlsə. Rus dilində bilməyirdilər, kömək eləyirdim. Yəni o da ona da, amma buna qarşı heç köməyim dəyməsə də mən heç kimə orada pisliyim dəymir.
Amma bu adamdakı bu kin, kudurət hardan doğmuşdu? Niyə doğmuşdu? Mən onu anlaya bilmədim. Ümumiyyətlə elə insanlar var. Birdən Mən ona görə ikisini də çıxartdım da ki, sən əgər bunun sözünə inanaraq mənlə münasibəti kəsirsənsə, onunla sənin aranda ciddi fərq görmədim daimən. Yəni 200-də çıxa bilərsiniz. Bununla nə demək istədiyim mən? Yəni həqiqətən insanların içərisində paxıllıq var. Paxıllıq xəstəlikdir. Bəli. Mənəvi xəstəlikdir. Çarəsi də çox çətindir. Ölümdür. Baxın, mən sizə bir şey deyəcəm. Paxıllığın müəllim, bir çarəsi var, o da ölümdür. Maraqlı bir fakt deyəcəm sizə. Mən hələ çox gənc vaxtlarımda başa düşdüm ki, hər insanın içərisində paxıllıq hissi var. Biz ona bəzən qibtə hissi deyirik. Qibtə eləmək dərəcəsində paxıllıq. Qibtə eləmək dərəcəsində paxıllıq inkişafa səbəb olur. Əslində ona baxırsan, qibtə eləyirsən, sən daha irəli getməyə can atırsan. Bu başqa bir şeydir. Müəyyən dərəcədə başqa bir şeydir. Amma məsələn biri bir ev tikir. Sən içində alovlar qalxır ki, buna baxayım bu varlandı. Bax bu insanın özü özünə etdiyi ən böyük zülmdür. Dəhşət, fəlakət. Mən nə etdim? Mən o hissi başa düşdüm ki, məndə də var. Lap gənc yaşlarımda başa düşdüm. Bəlkə də kitabımda rast gəlmiş olarsınız bu cümləyə. Mən haçan ki bir ev tikən gördüm, dedim abad olsun. Haçan ki bir zəmi gördüm, dedim bərəkətli olsun. Yəni dilimi öyrətdim, ürəyimi öyrətdim, özümü məcbur elədim ki, xeyir ver. Xeyirli sözlər deyil. Hər kəsin ünvanına. Ver ki, o da sənin qarşına çıxsın. Belə də bir söz deyim sizə. Adətən qonşu ilə paxıllıq hissi yaşayır. İnanın, o xəstə Qasımın səhv eləmirəmsə belə bir misrası var, deyir ki, qonşu yox istəyən özü var olmaz. Onun üçün ellərin var istər günü. Mən düşünürdüm ki, əgər qonşumun varıdsa, məndən gəlib istəməyəcək. Bu bir xeyrim. Varıdır da, mənə ehtiyacı yoxdur. Mənə mane olmayacaq, mən narahat eləməyəcək. İkincisi, əgər onun yoxudursa, gəlib məni narahat eləyə bilər. Yəni nə oldu? Deməli, hər iki halda onun varlı olması mənim xeyrimədir. Əgər mənim olmasa, sabaynarı, qonşumdur da, qapısına gedərəm. Amma onun yoxdursa, nəyə gedəcəm onun qapısına? Deməli, hər iki halda qonşunun imkanının olması sənin xeyrinədir. Bəli, sənin xeyrinədir. Birinci sənin yanına gəlməyəcək, ikincisi sənin yoxdursa onun yanına gedə bilərsən. Qonşun, mehribansansa gedərsən şey. Hər halda bir qıy olsa sənin köməyinə o gəlir. Ona görə də yəni o paxıllıq hissin gərək insan içərisində vaxtkən müalicə eləsin. Elə bil ki, bir növ belə deyək də əks hücuma keçsin. Mən o deyirəm ki, deyirdim ki, Allah xeyir versin, abad olsun, bərəkətli olsun. Ona mən dilimi öyrəşdirdim. Ona mən qəlbimi öyrəşdirdim. Birinci növbədə insan qəlbini öyrənişdirməlidir. Bəli, əgər belə olarsa, bilirsiniz nə baş verir? Allah haqqında. Rahatçılıq. O rahatçılıq baş verir bir başqa şeydir. Mən heyrətamiz sizə bir şey deyəcəm. İndi həyatımı oxumusunuz da siz. Bəli, bəli. Bizim körpü var, arxın üstündən keçən körpü var. Ensiz körpüdür belə. Dəmirdən düzəlib, vaxtilə onun taxta döşəmələri var. Zaman-zaman o taxta döşəmələr tökülür yerə. Mən onu gəlib təmir eləmişəm. Ustayam da, mənim borcumdur onu eləmək. Əslində o territoriyada usta mənəm. Taxta da mənim əlimdədir, texnika da mən eləməliyəm. Ona görə də mən eləyim. Hətta bir dəfə mən sanatoriyaya getmişdim. Telefonla danışdıq. O vaxtı çoxdan söhbətdir. Oğlum Orxan dedi ki, ata küçənin o şeyi təmir elədim, körpünü. Gəldim gördüm ki, həyətimizdə bir pilləkən var. Onu söküb aparıb körpünü təmir eləyim. Dedim, yaxşı eləmişsən, əla iş görmüsən. Çünki sizin oğlunuzdur müəllim. Hə. Onun üçün. Nəyə gətirirəm bu sözü? O dediyim şey, mən qonşularımdan heç nəyimdən artıq olmamışam. Sən adi ustayam da, yəni taxta yonan usta olmuşam. Mən bir qazancı yerim başqa yerdən gəlmir və mənim qazancım. Başqa ustalardır. Mənlə işləyən, həm valla mən işlədiyim ustalarından da yarı bölmüşəm pulu.
Amma maraqlı bir şeydir ki, biz kasıb olmamışıq. Heç vaxt kasıblıq, yəni o vaxtı çətinlik görmüşük bir müddət. Atam rəhmətə gedəndən sonra, mən əsgərlikdən gələndən sonra bir müddət mənə o sözü yazana qədər ki, ey kasıblıq. Mən də onu yazmışam 85-ci ildə, 85-ci ildə yazdım o sözü. Ondan sonra da mən o kasıblığla vidalaşmışam. Yəni kasıblıq deyəndə bugün ola bilər, bugün evdə ət bişməsin məsələn. Yəni söhbət ondan getmir. O cür kasıblıqdan, kasıb başqa şeydir. Mənəvi kasıblıq. Bəli, həm mənəvi, həm maddi kasıblıq var. Yəni mən o maraqlı dediyim şey budur ki, o vaxtı da, elə indi də o küçəmizin ən normal imkana sahib olan adamlarından biri biz olmuşuq. Mən bilmirəm, Allah bərəkət vereyim. Hər nə olubsa, mən sel-su kimi pul qazandığım ola bilməzdi. Çünki mən ustayam. Çünki mənə şükür demişsiniz. Və başqalarına da xeyir diləmişəm. Başqalarına da xeyir diləmişəm. Vallahi billahi, mən onu bunda görürəm ki, mən başqalarında olmaması yox, olmasını istəmişəm. O bir söz var, Böyük Sərdi Şirazinin belə bir beyti var, deyir, çalışaram bir ürəyə toxunmayan heç zaman. Neyliyim ki, paxıl öz qəlbini edir qan. Öley paxıl, bəlkə canın azad ola biz bütün, yalnız səni ölüm qurtarar bu əzabdan. Mənim atam usta, illər ölənləri zəhmət, illər uzunu gözü görməyib, hardasa 20 il gözü görməyib. Atam, bizdə də ki, zəngin kitabxana var idi. Atama hər zaman Sərdi Şirazinin, nə bilim, məşhur yazarların əsərlərini oxuyurdum, uşaq idim. Deyirdi ki, oxu, həm sən özün öyrən deyirdi. Yarısa 5-ci sinifdə, belə 4, 5, 6-cı siniflərdə oxuyurdum. Həm deyir, sən öyrən, həm də ki, mən fikrimi, onları mən oxumuşam, yəni yenidən dedi, fikirlərim təzələnsin. Bu Sərdi Şirazinin kəlamlarında ki, həmişə mənə atam ölənləri zəhmət hər zaman deyərdi ki, qızım, bu kitabı heç vaxt yanından ayırma. Bu sənin üçün həyatda ən böyük insanlıq və vicdan dərsidir. Bax, indiyə kimi yadımda o kitab bizdədir. Yaşıl üzlü kitabdır. Bir şey var, yumur. Padişah bir gün vəziri ilə bir kəndin içərisindən keçir. Görür ki, kəndin vəziyyəti çox bərbaddır. Vəzirə deyir ki, ay vəzir, bu kənd niyə belə bərbaddır? Bəs niyə burada işlər görülməyir? Deyir, şah sağ olsun. Allah, bura dəfələrlə biz pul ayırmışıq bu kəndə. Amma kəndin cəmaatı özü istəmir burada abadlığı. Deyir, nətər yəni istəmirlər? Deyir, bu kəndin cəmaatı çox baxıldı. İstəmirlər. Yürü, yığ bu cəmaatı bir yerə görün. Nətər yəni istəmirlər? Cəmaatı yığırlar. Şah deyir ki, mən bu kənddə sizə yaxşılıq eləməyə gəlmişəm. Amma belədir məsələ. Kimə bir hədiyyə versəm, onun qonşusuna 2 hədiyyə verəcəm. 2 mislin verəcəm. Nəysə adamlardan əvvəl tərəddüd edirlər, heç kim çıxmır qabağa. Çünki heç kim istəmir ki, ona biri qonşusuna 2 verilsin. Axırı biri nəysə çıxır qabağa, deyir, şah sağ olsun, mən bu sol gözümü çıxartdır. Ki, qonşumun 2 gözündə çıxarsınlar. Paxıllıq həqiqətən də böyük bir xəstəlikdir paxıllıq. Müəyyən yaş dövrünüzdə bəzi çətinliklərlə rastlaşdınız, üzləşdiniz. Nə itirdiniz, nə tapdınız usta? Mən gəncliyimdə açığı belə idi də, elə sanırdım ki, itirə-itirə gedirəm. Məsələn, ilk itirdiyim tutaq ki, təhsil ala bilməmək. Təhsil ala bilmədim, bu müddət itirdim. Sonra bir qız sevdim, o ilə işimiz baş tutmadı, 5 ilim etdi. O günlər üzü itirdiniz, o 5 il üzü itirdiniz. İtirdim, saydım, yəni itirdim. Sonra atamı itirdim, sonra anamı itirdim. Yəni itirə-itirə gəldim, elə deyək də. Amma zaman keçdi, illər ötdü, mən bir də baxdım ki, doğrudan mı itirdim?
Baxın, mən məktəbdən ayrıldım, oxuma imkanını itirdiyim əvəzində öz yaşıdlarımın hələ o vaxtı oxumadığı kitablar oxudum. Yəni mən elə bilirdim ki, onlar çox öyrəniblər o məktəbə gedənlər. Mən geridə qalmışam. Ona görə mən daha çox oxuyurdum. Helimli oldunuz. Sonra o qız var idi də, o 5 illik Bəli. sevgi məcarası itirdim, sayırdım, amma həyatımın ən qazanılır günləridir həmin günlər. Ən çox qazandığım. Elm. İstəyir elmi, istəyir düşün, hər cəhətdən sənət, bütün sahələrdə mənim ən parlaq dövrümdür. Həyatımın ən parlaq zamanıdır o. Yəni, mən gecə-gündüz çalışırdım. O imkanı, o eşq, ondan başqa o cür həvəsi, o inadı başqa heç nə verə bilməzdim mən. Sonra atamı itirdim. Mənə böyük bir ailə miras qaldı. O həyatın çətinliyi mənə öyrətdi. Tək başına o cür çətinliyin içindən çıxmaq mənə böyük bir təcrübə qazandırdı. Gələcək həyatımın düzgün qurmaq üçün böyük bir təməl yaratdı. Ki o çətinlikləri mən görmüşdüm artıq. Ona görə də mənim üçün o sonraki həyat çətinlikləri vız gəlirdi. Yəni ötüb keçirdim. O boyda hadisələr hara? Yəni adi görsənirdi. Bəli, adi görsənirdi. Yəni baxın, bu mənada bir zaman mən o itirdiyimi saydığım şeylər, sonralar gördüm ki, əslində həmin şeylər ən böyük qazancımdır. Ki bir zaman itirmişəm sayırdım. İndi ən böyük qazancım olub həmin o itirdiklərim. Yəni açığı mən bunu çox demişəm, yazmışam da. Mən geriyə baxanda təəssüfləndiyim şeylər yox qədərdir. Əgər siz arxaya baxanda siz vicdanlı olmasaydınız, indi o sözü bəlkə də deməzdiniz ki, mən geriyə baxanda mən heç nəyə təəssüflənmirəm. Düşünmək olar ki, daha yaxşı həyat yaşayardım, ali təhsil alardım. Məsələn, mənim üçün tutaq ki, tələbə yoldaşları yoxdur. Hamı yeri gələndə danışır da, tələbə vaxtı belə oldu, falan müəllim belə oldu, Bəxtiyar Vahabzadə bizə dərs dedi, nə bilim, Şirvanməd Hüseynov bizə dərs dedi, belə danışırlar da. Amma mən onlardan məhrumam. Yəni, onların heç birini görmədim. Amma siz onların kitablarını oxudunuz. Hə, amma kitablarını oxudunuz. Bəli, kitablarını oxudunuz. Elə müəllim, düşünün ki, siz də onları görmüşsünüz. Hə, yəni onlarla görüşmüşsünüz. Daha mı bir ara ya yığışır da görsən tələbə yoldaşları ilə görüşür, falan yerdə tələbə yoldaşım vardı, getdim, görüşdüm. Məndə o cür şeylər yoxdur yəni. Bu baxımdan məsələn tutaq ki, itirdim, bilmirəm, deyə bilərəmmi? Amma mən nə bilirəm ki, əgər gedib ali təhsil alsaydım, başqaları kimi həyat yolu keçsəydim, mən həyatım bugün necə olardı? Axı mən bugünkü həyatımdan narazı deyirəm. Mən ona görə başqa həyatı nə cür arzulayım? Niyə deyim ki, daha yaxşı olardı? O bir dənə hekayə danışacağam. Bu da maraqlı hekayədir. Yenə də şah adamları toplayıb, əyləşiblər hamı. Yemək süfrəsidir. Yemək qutarandan sonra şah qəlyan götürür. İndi belədir də. Şah qəlyanını götürür ki, yandırsın. Bunu kim yandırar? Hərə cibindən bir daş çıxardır. O çaxmaq daşında. Bunu yandırsınlar. Hay vururlar. Alışdıra bilmirlər. Bir nəfər çıxardır belə, bir dəfə vurur belə. O qoya çınqı düşür də. Düşür. O da gətirir o şeyi yandırır qəlyanın. Şah deyir, əhsən. Əhsən, çox gözəl yandırdın. Yəni bir dəfəyə yandırdın. Deyir, şah sağ olsun. Hələ ondan da yaxşı yandıraram. Deyir, yandır. O bəs idi də birinci dəfə, ikinci dəfə niyə? Yox, bu şeyi bir-birinə toxundurdum, bir dəfəyə yandı. Bundan yaxşı necə yandırmaq olar bunu? Bunu bir-birinə toxundurmalısan da, bu bir dəfə olmalıdır. Sən də bunu bir dəfəyə yandırmısan, bu ən yaxşı yanma budur. Da bundan yaxşı necə yandıra bilərsən? Bu mənada indi mən bu həyatı yaşamışam. Mən bir dəfəyə bu yaxşı yaşamışamsa əgər, bunu niyə deyim ki, yox, bundan da yaxşı yaşayardım. Axı mən ən yaxşını yaşamışam. Mən əgər əziyyətdən söhbət gedirsə, mən sözün əsl mənasında o xüsusən 16-20 yaşım arası o
katorqa cəzası deyirlər. Katorqa. Katorqa. Bəli, katorqa Katorqa. cəzası çəkmişəm mən. Dəmir yol stansiyasında. Gecə-gündüz dəmir vaqonlarda mən işləmişəm. Mən o qədər o fiziki yükdən o qədər qollarım ağrıyırdı ki, mənim qollarımda beləçə yığılma baş verirdi. Əgər söhbət əziyyətdən gedirsə, çətinlikdən gedirsə, mən onların hamısını yaşamışam. Ümidsizlikdən gedirsə, mən onların hamısını yaşamışam. Amma bütün onlara baxmayaraq, mən onları həyatımın zinəti hesab edirəm. Çünki onlar olmasaydı, o əziyyətlər olmasaydı, mən bugün həyatımı Maarif olmazdınız. belə dəyərləndirə bilməzdim. Yəni o vaxt o əziyyətləri çəkməsəydiniz, indiki siz usta maarif olmazdınız. Bitirək. Belə düşünürəm.